Hər vaxtınız xeyirli olsun. Zümrüdlə addım-addım yenə görüşünüzə gəlib. Yaxın bir rəfiqəm var, buradan da ona salam deyirəm. Təzəliklə psixoloji mətnli kitablar oxumağa başlayıb. İndi nə desəm deyir ki, bu sənin fikrin deyil, şuuraltının fikridir. Mən də başladım araşdırmağa ki, şuuraltı nədir? Baxdım ki, işin içindən çıxa bilmirəm. Ona görə də Zümrüdlə addım-addımın bu dəfəki söhbətini məhz şuuraltına həsr etdim. Mən heç nə deməyəcəm. Ancaq suallarımı, bir də rəfiqələrimin şuuraltımla bağlı ittihamlarını soruşacağam. Qonağım sevdiyimiz yazıcı və psixoloq Rövşən Abdullaoğludur. Xoş gəlmisiniz. Xoş gəldik. Rövşən bəy, şuuraltı doğrudanmı bizi idarə edir? Çünki Freydin rəfiqəmin bu ittihamlarından sonra şuuraltımla nə alıb verəcəyi var, bilmirəm onu açığı. Nə desəm deyir ki, şuuraltının günahıdır. Bu sənlik deyil. Bunu sənə özün dedizdirmir. Uşaq vaxtı şuuraltına yeridilmiş falan şeylər deyir. Heç mən bilmirdim ki, mənim şuuraltım mənə diktə edə bilər. Amma Freydin kitabını oxuyandan, bu haqqda fikirlərini oxuyandan sonra belə bir fikrə rast gəldim ki, deyir ki, şuuraltı ya səhvlərlə, ya yuxularla, ya da ki, anidən gəlib sənə diktə edir. Doğrudanmı şuuraltı bizə diktə edir? Öncə ümumiyyətlə şuur nədir, şuuraltı nədir? Bu mövzuları bir açaq. Ondan sonra bir çox suallar öz-özünə həll olunacaq. Deyirsiniz ki, mən bilsəm ki, şuuraltı nədir? Görəcəm ki, Freyd düz deyir, yalan deyir. O hamısı öz-özünə həll olunacaq. Çox vaxt biz bir mövzunu bilmirik, onun tərifini bilmirik. Ona görə o mövzuya bir çox yanlış mənalar yükləyirik. Öncə başlayaq şuurdan. Şuur bizim hər hansı bir şeyə köklənməyimiz, məsələn, bu bizim hisslərimiz ola bilər, düşüncələrimiz ola bilər, konkret hansısa bir obyekt ola bilər. Hər hansı bir şeyə biz kökləniriksə, bu şuur mərhələsində, anlaqlılıq mərhələsində baş verir. Ona görə deyirlər ki, bu adam bunu şuurlu etdi. Bunu edəndə bundan məlumatı yox idi, qəfil baş verdi, şuursuz idi, anlamırdı. Yəni nə ki bizim dərkimizin çərçivəsində baş verirsə, biz buna deyirik şuur. Şuurlu şəkildə bu işi icra eləmək. Ona görə şuur mənası aydındır və şuurun ən birinci funksiyası insanın özünü dərk etməsi. Yəni mən varam. Bax bu mən varamı biz şuurla dərk eləyirik. Digər canlılardan fərqimiz odur ki, məsələn, obyektlərdə, cansız əşyalarda şuur yoxdur, düzdür? Şuur olmadıqlarına görə öz varlığını dərk eləyə bilmirlər. Deməli, bunlar hamısı şuurla bağlıdır. Bir də var şuuraltı. İndi şuuraltı barədə fərqli terminlər var. Bəzən deyirlər subconscious, bəzən unconscious deyirlər. Bəli. Və yaxud da şuuraltı, şuursuzluq. İndi bu terminləri biz varmayaq, hansı düzdür? Əvvəl şuuraltı deyirdilər, sonra şuursuzluq anlayışı yarandı. Biz onlara girmirik. Ümumi olaraq hamının başa düşdüyü və istifadə elədiyi şuuraltı terminindən biz istifadə eləyəcəyik. Yaxşı, şuuraltı nədir? Şuuraltı bizim yəni şuurumuzun köklənmədiyi və şuurumuzdan aşağıda qalan hər bir şey. Sözün açığı başa düşmədim. Bir dənə bunu mənə deyin. Yəni nəyi ki biz köklənmədən avtomatik icra eləyiriksə, buna deyirik şuursuzluq. Şuuraltı deyirik. Deyirik ki, bu şuuraltı baş verdi. Heç özüm də bilmədim necə elədim. Necə elədim? Bunu deyirlər ki, şuuraltı icra eləyir. Məsələn, vərdişlər. İnsan vərdişləri necə formalaşır? Əvvəl şuurlu şəkildə eləyirsən, düzdür? Hansısa bir idman hərəkəti. Təzə vaxtı konkret ona köklənirsən. Heç yaxşı da alınmır, düzdür? Bir dəfə, iki dəfə, 100 dəfə təkrar eləyəndən sonra o avtomatizmə çevrilir. Bax, avtomatizmə çevriləndə sən heç fikir də vermirsən, onu necə icra eləyirsən. Buna deyirlər şuuraltı icra elədi. Yəni, məsələn, maşın sürmək. Təzə vaxtı sürəndə necə eləyirsiniz? Döngələrə diqqət eləyirsiniz, bütün hamısına diqqət eləyirsiniz. Ancaq bir neçə vaxtdan sonra bu artıq sizdə bir vərdişə çevrilir. Refleks olan bir şey. Refleks olur. Refleks olanda artıq deyirik ki, mövzu şuurdan düşdü şuuraltıya. Artıq sən ona köklənmədən işi icra eləyirsən. Bəs mən elə bilirdim ki, o bir şey, bu funksiyalarından biridir. Yəni şuuraltının o psixikamızın şuurun altında olan hissəsinin, indi tam terminlərlə yox, sadə başa düşəcək bir dildə deyək. Şuurun altında olan psixikamızın icra elədiyi funksiyalardan biri vərdişləri, adətləri icra eləməkdir. İkinci, şuurlu şəkildə biz nədənsə qorxuruq, hansısa bir hadisə baş verir. O qorxunu mən
üstünü ört-basdır eləyirəm. Birinə qarşı bir qəzəbim var, kinim var, aqressiyam var. Hər hansı bir səbəbə görə hirsimi ona tökə bilmirəm. Bunu içimdə boğuram. Bax, içimdə boğanda bu yenə də düşür hara? Şuurun altına. Dilə gətirmədiyimiz şeylər. Dilə gətirmədiyimiz bu ayıb ola bilər, tabu ola bilər. Mən onu icra eləmək istəyirəm, onu bastırıram. Niyə bastırıram? Cəmiyyət imkan vermir bu addım atım. Ancaq çox istəyirəm bunu icra eləyim. Və yaxud da qorxu ola bilər. Və yaxud da ola bilər travmalar ola bilər, uşaqlıq travmaları. Bu bir növ bir qəbirstanlıqdır, düşünün. Bütün bizim o üstünü örtdüyümüz, gizlədiyimiz, keçmişdə baş verən hər bir şey burada qalaqlanır. Bura ayıblarımız da aiddir. Ayıblar da aiddir. Bura komplekslərimiz aiddir. Bura qorxularımız bütün növləri ilə hamısı yerləşdiririk bu ambara. Elə bil ki, evə qəfil qonaq gəlir. Lazımsız və qonağın görmək istəmədiyi əşyaları hansısa bir dənə bir yerə daxil edirsiniz, ağzını bağlayırsınız. Buna yenə də deyirlər şuuraltı. Deməli, şuuraltıda nələr yerləşir? Birinci funksiyası vərdişlərlə bağlıdır. İkinci funksiyası bu bir ambar kimidir. Bizim bütün o heç kəsin görmək istəmədiyimiz hər hansı bir xüsusiyyətimizi biz daxil edirik bura. Hətta özümüzün də dilə gətirməkdən çəkindiyimiz. Hamısı buradadır. Və bir neçə vaxtdan sonra biz bunu unuda bilərik. Ona görə deyirlər şuurun altı. Yəni mən buna köklənməmişəm. Bu mənim bu dəqiqə diqqətimdə deyil. Ona görə şuurun altındadır. Diqqətimdə olmadığına görə. Və indi bu hələlik ikincini izah eləyirik. Sən bunu ora bastıranda nə baş verir? Uşaqlıqda olan o travmalar, ayıblar hansı ki eləmək istəyirsən. Ola bilsin ayıb deyil. Cəmiyyət ona məsələn ayıb deyil. Bəli. Bütün onlar komplekslər hamısı oradadır. Ancaq bunlar orada boş yerinə qalmır. Şuuraltı səni o gizlətdiyin işləri görməyə vadar edir və yaxud da ki başqa bir formada təzahür elətdirir. Məsələn, yuxularda özünü göstərir. Görürsən ki, qəribə yuxular görürsən, səbəbini bilmirsən. Və yaxud da ki, yersiz aqressiyalar ola bilər. Və yaxud da ola bilər ki, bir adama qarşı səndə hansısa bir sevgi hissi ola bilər. Ancaq bu həqiqi sevgi deyil. Bu sənin o şuur altında bastırdığın, o yarımçıq qalmış sevgiyə ehtiyac hissi ola bilər. Sən bunu valideyndən almamısan, bunu ört-bastır eləmisən. Sonunda yanlış adama nisbətdə bu yönəlir. Məsələn, belə deyim ki, gənc bir qızın yaşlı bir kişiyə və yaxud da gənc bir oğlanın yaşlı bir xanıma olan məhəbbətini çox vaxt bununla əlaqələndirirlər. Bəli, ola bilər. Ola bilər ki, bu həqiqi sevgi deyil. İnsan özünü aldadır. İnsan elə bilir həmən şəxsi sevir. Yəni bunu bir psixoanalizə məruz qoysalar, bir psixoloqla bu danışsa, müəyyən bir vaxtdan sonra özü də anlayar ki, bu həqiqi bir sevgi deyil. Bu içində bu bastırdığı hansısa sevgi ehtiyacıdır. Müəyyən ildən sonra özünü başqa cür göstərir. Və yaxud da o cinayətkar qruplara qoşulan çox ağıllı sayılan uşaqlar var ki, heç kəs ondan gözləmirdi ki, bu adamdan məsələn terrorist çıxar, cani çıxar və yaxud da kriminal bir şəxsiyyət çıxar. Baxırsan ki, hamı onu deyir ki, tərbiyəli idi, dərsini oxuyan idi, ancaq birdən-birə bu insan yəni caniyə çevrildi. O birdən-birə çevrilmədi. Bunun hansısa bir ehtiyacları var idi. Bu diqqət ola bilər. Valideynindən görmürdü, məktəbdə görmürdü, özünü təsdiq ola bilər. Hədsiz dərəcədə özünü ifadə eləmək istəyir. Bütün bunları eləyə bilmir öz normal həyatında. Bunları adam bastırır, belə deyək. Müəyyən bir vaxtdan sonra fürsət yaranır. Hansısa bir o qrupda buna dəyər verirlər, bu özünü ifadə eləmək istəyir, bu ora qoşulur, bu ora bağlanır, bütün o normal dediyimiz həyatını adam tərk eləyir. Əgər bir insan, bu dəqiqə belə bir anlayış da var, emosional zəka. Yəni biz öz hisslərimizi nə qədər yaxşı bilirik və idarə eləyə bilirik. Və idarə eləyə bilir. Təbii ki, əvvəlcə sən bilirsən, bu hissi digərinə nə qədər ayırırsan. Yəni mən sizə desəm ki, məsələn, hissləri sayın. Siz uzağı deyəcəksiniz, sevgi, qorxu, ümid, məyusluq, düzdür, qəm, kədər, bir 5-6 dənə uzağı 10 dənə hiss adını sadalayırsınız. Mən 5 dənə saya bilərəm. Ancaq bizim hissimiz, yəni bu 5 dənə, 10 dənə hisslərlə məhdudlaşmır. Qorxunun özünün belə yüzlərlə forması var. Yəni bizim hansısa bir canlıdan qorxmağımız, yuxuda kabus görəndə qorxmağımız, valideyn qəzəbli bir atadan qorxmağımız, yol qəzasından qorxmağımız, bunlar fərqlidir yoxsa yox? Bunlar fərqlidir. Hiss olaraq fərqlidir. Əgər o hissləri bir psixoloji bir rəngin şüası ilə müəyyən eləmək, aparatı ilə müəyyən eləmək olsa, biz görərik bunların rəngləri fərqlidir. Qorxu altında sadəcə olaraq biz onu deyirik qorxu. Atasından qorxur, yol qəzasından qorxur,
heyvandan, köpəkdən qorxdu. Hamısına qorxu deyirik. Ancaq bu qorxunun dadı belə fərqlidir. Biz ona həmin halda keçirdiyimiz hissə köklənsək, baxıb görərik ki, itdən qorxumuz yol qəzasından qorxumuzdan fərqlənir. Yəni hissin özü belə bizə fərqli gəlir, düzdür? Hər adamın bişirdiyi eyni yeməyin fərqli ətri, fərqli dadı olduğu kimi bizim hisslərimizin də bir çatıda, bir belə deyim, evdə birləşdirmişik, amma onlar fərqlidirlər. Fərqlidir. Çox maraqlıdır. Fərqli olduğuna görə bunların təsiri də fərqlidir. Bunların bizim psixikamıza təsiri də fərqlidir. Həyatımıza təsiri də fərqlidir. Emosional zəkası yüksək olan insan, ümumiyyətlə bu sahədə insan araşdırma aparanda, oxuyanda bu maarifləndirmə birinci olaraq bundan başlayır ki, hissləri ayırmağı bacarmalısan. Sevgi. Məsələn, sevgi övlad anasını, atasını sevir, deyirik, sevir. Bəli. Kitab sevməyi kitaba nisbətdə də sevgi deyirik. Heyvanlara nisbətdə də sevgi istifadə edirik. Eyni cins əks cinslərə də sevgi anlayışından biz istifadə edirik. Düzdür? Acaba bu sevgilər bir-birindən fərqlidir? Fərqlidir. Yəni əks cinsə olan sevgi, öz cinsindən olan bir şəxsə bir dost kimi sevgi, bunlar bir-birindən tamam fərqlidir. Təsiri də fərqlidir, bizi yönəltdiyi davranışlar da fərqlidir. Ayrılığın acısı da fərqlidir hətta. Bunlar fərqlidir. İndi bu sevginin bir adı da yazıqlıqdan, yəni kiməsə yazığın gəlir, ona görə bu yazıqlıq hissi də sevgi kimi sənə görsənə bilər. Kiməsə ürəyin ağrıyır. Mən o qədər insanlar tanıyıram ki, ailə həyatı qurublar sadəcə ona görə ki, məsələn, oğlan israrlı şəkildə gəlib gedib, axırda bunun ona yazığı gəlib və bu elə bilib ki, bunda sevgi yarandı. Və bu bunu bu cür ifadə eləyir ki, çox gəlib getdi, sonradan tanıyandan sonra sevdim. Əslində tanıyandan sonra qeyri-adi bir hal dəyişmədi. Yenə də bildiyin adamdır. Ancaq bu adam çox israr elədiyinə görə içində yazığı gəlib ki, bunu mən sevməsəm, heç kəs sevə bilməyəcək. Bir növ mərhəmətli ana kimi bununla ailə həyatı qurum və bunu himayə eləyim. Bəli. Və o yazığı gəldiyi hala deyib sevgi. Və həqiqi sevgi olmadığına görə aydındır ki, yəni bir aydan, neçə aydan sonra ciddi problem yaranır. O yazıqlıq hissi gedəndən sonra sən artıq həqiqi siman necədir, hissin necədirsə, sən başlayırsan o cür davranmağa. Sən sonra deyirsən ki, sevgi itdi. Sevgi ümumiyyətlə əvvəldən oldu mu? Ya da o dəyişdi. Ya da o dəyişdi. Təbii ki, sən adını nəsə qoymalısan da. Deyirsən ki, o dəyişdi, sevgim getdi. Xarakterlərimiz uyğun deyil və ilaxır. Əslində sən əvvəldən yanlış hisslə yanlış qərar vermisən. Deməli, biz şuur altının içinə varsaq, şuurlu şəkildə ora girsək, o şkafı açsaq, oradakı lazımsız bildiyimiz, gizlətdiyimiz əşyalara bir baxsaq, biz onda qərarlarımız da düzgün qərar olar, evliliklərin bir çox problemlərini biz həll eləyə bilərik, işdə olan məsələn problemlər həll olunar, ailə problemləri həll olunar, övladların özləri belə bir çox halda cəmiyyətə olan aqressiyasını valideynlərinə tökürlər. Öz uğursuzluqlarını valideynlərin üzərinə yükləyirlər. İndi də daha çox belə deyim ki, siz demiş, dəqiq bilmirik hissimizin adını və yaxud da ki, yaşadığımız hekayəni. Təzə psixologiya ilə tanış oluruq. Nə olsa deyirik ki, uşaqlıq travmamızdır. Uşaqlıqda yəqin məni cəsarətli öyrətməyiblər deyə mən sözümü deyə bilmirəm. Və sair və ilaxir. Bizim cəmiyyətin ən çox manipulyasiya elədiyi anlayışlardan biri travma anlayışıdır. Və bu travma. Və psixoloji miflər sırasını mənə desəz ki, bir 10 dənə psixoloji mifi sadalayır. Onların birində də mən deyərəm travma. Yəni biz nə olur adını qoyuruq travma. Aqressiyamıza ad geyindiririk, bu uşaqlıq travmasındandır. Yəni bu nə deməkdir? Yəni məni üzürlü bil. Mən öz əlimdə deyil bu cür sənə elə kobud davrandım. Və yaxud da uşaqlar valideynlərini ittiham eləyirlər öz məktəb uğursuzluqlarında, ailə həyatının uğursuzluğunda, bu mənim uşaqlıq travmamdır, siz mənə yaşatdınız. Yəni bu rahat bir şeydir də. Mən problemi hamısını yıxıram kiminsə üzərinə, bir də o anlayışını heç bilmədiyimiz travmanın üzərinə. Bizim psixologiyamız o qədər də zəif deyil. Bəs Rövşən bəy, travmamızın üstünə yıxdığımız kimi problemləri. Çünki bax oxuduğum kitablardan yəni o travma deyil. Mən onu demək istəyirəm ki, əslində 80% adına travma qoyduğumuz məsələlər bu travma deyil. Bax mən nə travma deyil onu deyim. Problemlə üzləşirik, konfliktlə üzləşirik. Bu bizdə narahatçılıq yaradır. Bu narahatçılıq travma sayılmaz. Və yaxud da ki, kimsə bizim üstümüzə qışqırdı, bizi ilə kobud davrandı. Bu da travma sayılmaz. İçimizdə bir qəzəb, kin yarandı. Bu da travma sayılmaz. Hansı bir problemlə üzləşdim, çətinliklə üzləşdim, bu travma sayılmaz. Xəstələndim, bir müddət xəstəxanada yatdım.
Bu da travma sayılmaz. Travma nədir? Travma hansısa bir sənin həyatında baş verən hadisənin davamlı qoyduğu izə travma deyirik. Yəni o elə bir formada səndə iz qoyur ki, bu sənin yuxular var, sənin düşüncələr və həyat var, sən özün istəmədən də təsiri qoyur və daim sən o yaraya qayıdırsan. Normal olanda da, rahat olanda da, özünü xoşbəxt hiss eləyəndə də bu bir maneə kimi sənin xoşbəxt olmağının qabağını alır və ciddi şəkildə sən düşüncələrdə o travma, o ağrıya qayıdırsan. Yəni bir növ sağalmayan yara. Bax, sağalmayan yaraya biz deyirik travma. Ancaq həyatdır, biz problemlə də qarşılaşa bilərik. Uşaq valideyn arasında konflikt də ola bilər. Bu o dəqiqə travma yaratmır. Dərsini oxumur, mən ondan tələb eləyirəm. Uşaq o dəqiqə nə edir? Deyir ki, sən məni eləyirsən, məndə travma yaranır. Travma yaranır. Yəni o deməkdir ki, məndən əl çək qoy rahat olum, nə istəyirəm onu eləyim. Yəni bu cür şeylər travma yaratmaz. Rövşən bəy, belə isə şüuraltımızın da üstünə çox yüklənməyimiz düzgün deyil. Hər şeyi, hər problemi şüuraltının üstünə yıxmaq və belə deyim ki, hər şeydən ona sığınmağımız nə qədər düzdür? Orada harda ayırmalıyıq? Çünki belə fikirlər də eşidirəm ki, deyirlər ki, şüuraltım mənə imkan vermir ki, mən indiki zamanda yaşaya bilim. Nəsə olur, həmin dəqiqə sözümü demək istəyirəm, yox, çəkinirəm, bilmirəm niyə. Bax, bu ayrımı necə edək? Şüuraltımıza necə edək ki, o imkanı, imtiyazı verməyək ki, bizim bu günümüzə təsir etsin. İlk olaraq bu sualı qoymaq istəyirəm. Şüuraltı bizim iradəmizin qabağını ala bilərmi? Xeyr. Qısa cavabı budur. Şüuraltı bizi iradəmizin əksini olaraq hansısa bir işə məcbur eləyə bilməz. Biz o qədər iradəliyikmi? İnsan kifayət qədər iradəsi var. O şüuraltının təzyiqlərinə yenilməyə bilər. Yəni bizim o qədər potensialımız var. Var. Hansı bir addımı atırıqsa, deməli ki, qorxmaq lazım deyil. Belə deyim, oxuduqlarımız bizi xofa salmasın. Əgər bir də ki, lütfən bu sözü məncə Rövşən bəy deməyəcək, çünki həmkar sayılırlar bəzilərindən. Bəzi özünü psixoloq adlandıran insanların sənin şüuraltını təmizləyəcəm deyib, sizin belə deyim ki, hər bir şeyə, hər bir yola sürükləməsinə də icazə verməyək. Çünki özümüzün yetəri qədər iradəmiz var. Bəs bu iradədən necə istifadə edəcəyik? Şüuraltıdan o spekulyasiya çox olunur. Bəzi ədəbiyyatlarda da, bəzən görürsən, çox danışırlar bundan. Ancaq deməli müəyyən elədik ki, şüuraltı bizi nəyəsə məcbur eləyə bilməz. Yəni mənim iradəmi əlimdən alır. Mənim özüm xəbərim olmadan hansısa gedirəm bir, yəni cinayəti işləyirəm və yaxud da hansısa bir sərtliyi göstərirəm. Bu cür olmur. Bu ancaq seriallardadır. Bu seriallarda, hansısa bir kriminal filmlərdə ola bilər. Bəli, ola bilər ki, doğrudan insan elə bir travma alıb ki, bu onda hansısa bir problemlər, bir xəstəliklər, psixoloji xəstəliklər yaradıb. İnsanın psixikası pozulur və bu gedir, özü də xəbəri olmadan hansısa gedir bir cinayət işləyir. Bu ola bilər, artıq bu normal insan deyil. Bu artıq psixoloji xəstə insandır. Xəstəyə çevrilirsə əgər şüuraltının gücündən, onda bu şeyləri edə bilir. Ancaq biz söhbət edirik normal insandan, anlaqlı insandan, etdiklərinə, hərəkətlərinə cavabdehliyi daşıyan insanlar. Onlar bilirlər nə edirlər. Yaxşı, biz hansı sualı verdik? Biz iradəmizlə şüuraltımıza qalib gələ bilirikmi? Məsələn, şüuraltımızı dəyişə bilirikmi? Özümüz bunu bacarırıqmı? Yoxsa heç ehtiyac yoxdur bu dəyişimə? Ümumiyyətlə şüuraltını araşdırmağa ehtiyac var. Bizlər bilməliyik ki, bu addımı mən nəyə görə atıram? Bəzən olur ki, biz hansısa bir problemdən əziyyət çəkirik, bir sıxıntıdan əziyyət çəkirik. Onun nədən qaynaqlandığının səbəbini bilmirik. Bir nəfər danışırdı, deyirdi ki, mən həmişə nəsə bir narahatçılıq olurdu. İşə gələndə, kollektivə gələndə həmişə içimdə bir sıxıntı olurdu və o kollektivə gəlmək istəmirdim. O kollektivin rəhbəridir bu insan və deyir ki, bir müddətdən sonra orada bir dənə əməkdaş vardı. O əməkdaş elə oldu ki, yollarımızı ayırmalı olduq. O əməkdaş oradan çıxandan sonra mən özümü xoşbəxt hiss elədim, quş kimi hiss elədim və o iş məni başladı cəlb etməyə. Deyir, sonradan özümlə oturdum, araşdırdım, gördüm ki, əslində mənə heç bir problem də yaratmırdı. Deyir, məlum oldu ki, özümü araşdırandan sonra bunu kimsə tapşırmışdı, bu ondan keçməmişdi, məcbur olmuşdu bu əməkdaşı işə alsın. O mənəvi günah bəlkə. Bu öz içində, yəni mən öz sözümü deyə bilmədim, orada hardasa zəif çıxdım, bundan asılıydım, ona görə bu mənə məcbur elədi.
istəyimin əksinə hansı bir Aha. qərar verdim. Deyir, mən o hissi bastırmışdım və o həmişə məni narahat eləyirdi və mən işə gedəndə bilmirdim ki, bu sıxıntı nədəndir. Problem yox, işin rəhbəridir. Ancaq deyir, o işdə həmişə narahat hiss eləyirdim. Əməkdaş gedəndən sonra mən başa düşdüm ki, onun orada olmağı o travmamı xatırladırdı. Bax, adam bilmir səbəbi nədir. Elə bil ki, yaraya basırlar. Bu yaranın nədən yarandığını biz bilmirik. Bəzən yaranın səbəbini unutmuşuq, ancaq yara qalıb. Orada vuranda ağrıyır. Niyə ağrıyır, səbəbini bilmirik. Deməli, bizim içimizdə belə yaralar ola bilər. Bu ailədə yoldaşımla rəftarda ola bilər, övladlarımla rəftarda ola bilər. Bunların kökü mənim şuur altımda gizlənə bilər. Mən onu tapıb üzə çıxartmayınca, özümlə təbii ki, radikal dürüst olmasam, mən bunları heç bir zaman müəyyən eləyə bilməyəcəm. Yaxşı, bunları necə müəyyən eləyək? Ümumiyyətlə, şuur altını araşdırmaq lazımdır mı? Bəli, o gizli travmaları araşdırmaq lazımdır. Bizi xoşbəxt olmağa qoymayan bəzi şuur altında yatan hansısa hisslər var, onları üzə çıxartmaq lazımdır. Bizim karyerada inkişafımızın qabağını alan səbəblər var. Bir nəfər danışır, deyir ki, nə qədər bu insana qəşəng təkliflər veriblər. Bu deyir, həmişə o təkliflər gələndə bunun nəsə bir problemi çıxıb. Bu adamın həmişə nəsə deyir, mənim bir problemim çıxırdı. Bir dəfə başım ağrıyırdı, bir dəfə daha önəmli bir işlər çıxırdı. Ancaq o işlərin altına heç vaxt girə bilmirdim və bəzən də deyirdim ki, özümü o qədər vicdanlı xarakterizə eləyirdim. Deyirdim ki, mən ora girsəm, mən kiminsə haqqını tapdalamalı olacam. Ona görə mən o məsuliyyətin qabağına altına girə bilmərəm. Deyir, bu cür adlarla uzun müddət o vəzifələrdən mən imtina eləyirdim. Deyir ki, sizin bir kitabınız var, Üzləşmə. O deyir, mənim əlimə keçdi, üzləşməni oxudum. Və deyir, üzləşməni oxuyandan sonra mən başa düşdüm ki, əslində bunun əsl səbəbi o məsuliyyətdən qorxu hissidir. Bəli. Mən məsuliyyətdən qorxuram. Bəzi işlər var ki, məcbur olacam auditoriya qabağına çıxım. Bəzi işlər var ki, orada mən risk eləməyə məcbur olacam. Deyir, mənim içimdə də bir uşaqlıqdan belə bir qorxu var. Məsuliyyət altına girməmək, kütlə qabağında danışmaqdan ciddi şəkildə qorxuram. Deyir, ona görə özüm də bilmədən özümü aldatmışam. Həmişə bir bəhanələr gətirmişəm. O kitabı oxuyandan sonra mən başa düşdüm ki, bunun əsl səbəbi başqa bir şeydir, qorxudur. Adını qoyuram ki, mən çox vicdanlı adamam, ona görə insanların taleyi ilə oynaya bilmərəm. Ancaq deyir, özüm elə bilirəm ki, o qədər də, yəni elə də deyiləm də. Yəni bir mənim mənfəətim olsa o işi mən görərəm. Bəs Rövşən bəy, üzləşdik özümüzlə. Sizin də dediyiniz kimi şüuraltımızla baş-başa qaldıq. Nə qədər dürüst olmalıyıq, necə davranmalıyıq ki, həqiqəti anlayaq. Çünki səmimi deyək də, biz şüuraltımızla da danışanda mən elə olur ki, həm söhbət oluram dostlarla, yaxınlarla, gedirik, enirik onun elədiyi səhvə, axırda yenə də özünü haqlı çıxarır. Burada şüuraltımızla olan söhbətdə necə edək ki, dürüst ola bilək və yaxud da ki, doğrudanmı yüklənməyə, deyim ki, şüuraltı ilə olan söhbətimizdə harda nələr etməliyik ki, onu üzə çıxarda bilək, dürüst davranaq, belə deyim ki, yenə də yalandan şüuraltımızın üstünə yıxmayaq elədiyimiz səhvi və yaxud da ki, doğrudan əmin olaq ki, bu mənim yox, şüuraltımın verdiyi bir qərardır. Bunları necə edə bilərik? Deməli, yadıma Francisco Goya'nın bir əsəri düşdü. Goya ümumiyyətlə bunun əsərləri belə o şuuraltı, şuur mövzularında çox praktikdir də. Onu rahat üzərində çox manevr eləmək olar. Deməli, bu ömrünün sonlarında kör olur. Bunu bir evə elə bil həbs eləyirlər. Bütün ömrünün sonuna qədər o evdə yaşayır və o evdən çıxanda insanlar ora gələndə baxıb görürlər ki, adam divarda qeyri-adi rəsmlər çəkilib. Hətta qara rəsmlər adını alır. Orada çəkdiyi bir, bəlkə bir 40-a yaxın bir şəkil olur. Divarda çəkir bunu. O şəkillərdən biri 43-cü şəkildir. Deməli, 43-cü şəkil, mən 40 dedim, Bəli, 40 dedim. Orada çox olur. Hardasa bir 70-80 olmalıdır. Nəsə 43-cü şəkil adı ilə bir şəkil olur. Deməli, orada bir dənə adam təsvir olunur. Adam başını belə əlinin üzərinə qoyub yatıb və kənarında qara divarda yarasalar və bayquşlar uçuşur və əlini üstünə qoyub yatdığı masanın üstünə də bu sözləri yazıb. Ağıl susanda kabuslar üzə çıxar. Bəli. Ağıl susanda o kabuslar, o monsterlar, onlar üzə çıxar.
Bununla nəyi ifadə eləmək istəyir? Əslində o dövrdə Sigmund Freud da yox idi bu. Bəli. 18-ci əsrdə yaşamış bir İspan rəssamıdır. Ancaq o özü də hiss eləyirdi ki, elə bir mərhələ olur ki, içimdə olan o kabusları, içimdə olan o əjdahaları üzə çıxardan bir mərhələ olur. Bu ona ağlın susmağı ilə ifadə eləyir. Ağıl susanda bizlər o şuurumuz imkan daxilində şuur altını bloklayır. Əslində onu biz özümüz bloklayırıq. Kim istəyər içində olan o natamamlığı ilə üzləşsin, kim istəyər qayıtmaq istəmədiyi mövzu üzə çıxsın, günahkar olduğu yerdə hansı ki adını qoyub ki filan kəs günahkardır. Kim istəyər ki orada Desin ki, həqiqi yox mənəm. siması ilə üzləşsin və baxıb görsün ki orada qorxub, orada əslində günah bunda olub, həyatını bədbəxt edən elə bunun özü olub, heç kəs olmayıb. Karyerasında inkişafının ən böyük maneəsi içində olan o fobiyalar, o qorxular Daha olub. çox da adına tale deyirik bunun. Biz hansı rahatdır, ki- bəli, taley deyək. Təbii ki, üzləşə bilmirsən. Yaxşı, onda nə etmək lazımdır? İnsan ən idealı insanın özünə sual verməkdir. Radikal dürüst olmalısan əvvəldə də deyirəm. Əgər dürüstlük bizdə alınmırsa, biz onu yəni bu yola girməyin bir mənası yoxdur. Ancaq yavaş-yavaş o dürüstlük insanda yaranır. Suallarla, həqiqətənmi sən burada filan kəsi günahkar bilirsən? Heç kəs yoxdur, insan özü ilə dürüst olur. Bu cür suallar verməklə təbii ki, əvvəlcə bizim o şuurumuz müdafiə mexanizmini işə salacaq, təbii ki, filan kəsdir və başlayırsan həyatında olan paradoksları işə salmağa. Yaxşı, orada günahkardırsa, bax, bu işdə necə oldu? Burada axı o yox idi, burada da məndə alınmadı. Deməli, əgər o idisə, deməli, burada mən uğurlu olmalıydım. Ancaq bu variantda mən uğursuz oldum. Onda deməli, burada nə idi? Bu cür suallarla insan özünü üzə çıxardır. Bəzən də buna farsaj metodu da deyirlər. Bəzən bunu da istifadə edir. Bu nədir? Sən götürürsən bir vərəqə, beynivə gələn bütün hər bir şeyi başlayırsan yazmağa. Və bu kompüter ola bilər və yaxud da bir kağıza başlayırsan bunu yazmağa və özünə də əvvəldən deyirsən ki, mən bu kağızı yazandan sonra yandıracağam. Bunu məndən başqa heç kəs görməyəcək. Yəni əmin olursan ki, bu fayl heç harda qalmayacaq, heç kəsin əlinə keçməyəcək və sən başlayırsan beynivə gələn hansısa bir problemlə bağlı nə düşünürsənsə onu başlayırsan yazmağa. İlk 5 dəqiqədə hər şey gözəl olacaq. Sən özünü müdafiə eləyirsən, kimlərisə ittiham eləyirsən. 5 dəqiqədən sonra şuur artıq yorulur, silahı yerə qoyur, qalaq qapılarını açır və ondan sonra sən bir növ elə bil ki, əsəbləşirsən, sən bir növ narahat olursan və sən başlayırsan əsl həqiqət nədir onu yazmağa. Deməli onu yazırsan bir 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə içində nə gəlirsə sənin beynivə, buna bəzən deyirlər free association. Yəni o mövzu ilə bağlı beynivə hansı assosiasiyalar gəlir, hansı fikirlər gəlir. Azad nə gəlirsə yazır. Bütün sözləri bilirsən ki, bunu siləcəksən. Heç kəs bunu görməyəcək. Ancaq özün olacaqsan. Düzdür, 5 dəqiqədə hər şey əladır, yenə normal bildiyin kimi gedir. Ancaq ondan sonra görürsən ki, orada elə bir şeylər başlayırsan yazmağa. Çatdırmırsan müdafiəyə. Və orada başlayırsan sürətlə yazmağa. Və sən o 5 dəqiqədən sonra yazdıqlarına baxırsan, orada biləcəksən ki, sən içində nəyi gizlədirsən, ən çox səni nə narahat eləyir, niyə sən xoşbəxt ola bilmirsən, nə axtarmaq istəyirdin, nə tapdın, harda olmaq istəyirdin, hara gəldin, bunun səbəbi nədir? Bəzi adamlardan niyə xoşun gəlmir, bəzilərinə niyə nifrət eləyirsən, özü ümumiyyətlə nifrət eləyirsən, yoxsa yox. Baxıb görürsən ki, bəlkə elə ən böyük nifrətin özünədir. Ona görə bir çox adamlara qarşı səndə nifrət yaranır. Baxıb görürsən ki, özünü bağışlaya bilmirsən. Haçansa etdiyin hansısa bir səhvə görə özünü qınayırsan, utanırsan hansısa, özündən belə utanırsan və bütün bunlar hamısı yavaş-yavaş üzə çıxır. Əgər özünlə üzləşməsən, özünlə barışmasan, özünlə deyirik tale ilə barışmaq. Tale ilə yox, ilk olaraq özünüzlə barışmaq lazımdır. Özün necə var, o cür sən qəbul eləməlisən. Bəzən mən utanıram ki, öz səhvimi etiraf eləyərəm, öz gözümdən düşərəm, özüm ən amansız tənqidçiyə çevirərəm. Bizdə çox vaxt kənar adamın tənqidindən qorxmuruq ki. Mən qorxuram ki, mən o adamın tənqidini eşidəndən sonra adam gedəcək, bir daha bəlkə görməyəcəm. Mən onun sözünü götürəcəm, daim öz üzümə vuracam. Mən ondan qorxuram. Mən özümdən qorxuram, mən başqasından qorxmuram ki. Yazıçılar var ki, məsələn, yazıçılarda bu olur da, əsərlərini tənqid edən şəxslə istəmirlər o tənqidi eşitsin. Çünki mən özümü yüksək dəyərləndirirəmsə, negativi eşidəndən sonra mən bir ömür başlayacağam o adamın sözünü təkrarlamağa.
onun müdafiəçisinə Əslində çevirəcəm. siz belə deyim ki, həmin adamdan probleminiz yox, öz probleminiz var. Özünüzdən görürsüz ki, həqiqəti deyir, məsələn, bu daha yaxşı ola bilərdi, amma artıq geriyə qayıda bilmirsiniz və həmin adamı düşmən hesab edirsiniz. Bəli. Həm də ki, o həqiqəti eşitmək Eşitmək istəmirəm. istəmir. O adam bizim əlimizə bir dənə bel verir, o tənqidlə, o hansısa bir kobud sözlə qəbrimizi özümüz qazırıq. O beli Çıxardır götürürük, oradan. ondan sonra başlayırıq qəbrimizi qazma. Bax şuuraltı belə bir şeydir. Sən onunla üzləşmək istəyirsənmi? Bəli. İlk olaraq yenə deyirəm də qəbul eləməlisən ki, yəni mən özümlə doğrudan dürüst olacağam və yavaş-yavaş başlayırsan, doğrudan o ağlı yatızdırırsan, o içində olan o monsterları, o kabusları sən başlayırsan üzə çıxartmağa. Rövşən bəy, siz bu sahənin professionalısınız deyə bunu sizdən soruşacağam. Çünki mən bununla bağlı heç belə nə araşdırmam yoxdur, nə izləməmişəm belə insanları. Məsələn, 100 adamdan neçəsi var ki, o üzləşir ya da üzləşmək istəyir və yaxud da ki, heç elə insan varmı ki, heç vaxt şuuraltısı ilə üzləşməyib. Heç belə deyim ki, əhəmiyyət verməyib o yaşadığı həyata, uğursuzluğa, aqressiyaya. Elə orada belə deyim ki, o qəbristanlıqda onu dəfn edib və taleyi ilə belə deyim, dırnaq arasında taleyi ilə barışıb. 90% insanlar. Böyük Həqiqətən, bir rəqəmdir. 90% insanlar bu mövzularda maraqlı deyil. Yəni bunu rahat bir dənə YouTube-a girin. Ən çox hansı mövzular izlənilir? Ümumiyyətlə dünya miqyasında və yaxud da ölkəmizdə ondan cəmiyyətin əksəriyyətinin necə düşündüyünü bilərsiniz. Yəni cəmiyyəti müəyyən eləmək üçün ən gözəl statistik bu dəqiqə onlardır. Baxın görün, məsələn, elmi maarifləndirici mövzular, fərdi inkişaf mövzuları, psixoloji kontentli mövzular nə qədər izlənilir? Mən özümdən bunu bilirəm ki, hansı mövzular daha çox izlənir, hansı mövzular daha az izlənir. Mən məsələn belə verilişlərə o qədər hazırlaşıram, o qədər oxuyuram, amma görürəm ki, yox, izləyici daha çox əylənməyin tərəfindədir. Çünki belə deyim, beyin işləməyəcək, düşünməyəcək. Bu əyləncə lazım deyil anlamına gəlmir, amma həyatımızın da bütün mərkəzinə çevrilməməlidir əyləncə. Bu mövzular insanlar üçün yorucu gəlir. İnsan əylənmək daha ona rahatdır, daha xoşdur. Burada beynin heç bir hüceyrəsi işləmir, heç bir neyron aktivləşmir. İnsan rahat bir şəkildə onu sadəcə o özünü axına buraxır. Ancaq sən başlayırsan, adi bu sözün özü adamın tüklərini biz-biz eləyir, şuuraltı. Yəni bu adamın gündəlik rasionunda yemədiyi yeməkdir. Sən onun üçün şuuraltıdan danışsan. Və yaxud da ki, nə bilim, Francisco Goyanın əsəri, adam bu adı ömründə bəlkə adam heç eşitməyib. Eşidəndən sonra heç axtarmayacaq Yox, da axtarmır. bəziləri. Bu mövzular bunu məcbur eləyir ki, beyni işləsin, beyni düşünsün. Bəli. Elə bil ki, bir adamı təsəvvür edən adam heç vaxt ağırlıq qaldırmayıb. Sən ona bir 30 kiloqramlıq ştanqanı verirsən ki, bunu qaldır. O təbii ki, onu qaldıranda əzəlləri ağrıyacaq və o işi görmək istəməyəcək. Beynimiz də bu cürdür. Bəs Rövşən bəy, mən bu haqqda yeni eşitmişəm və başlayıram araşdırmağa. Belə şey edə bilərəmmi ki, şuuraltıma səhv təsir edə bilərəm və yaxud da onu yanlış yönəldərəm və yaxud da ki, çıxardığım nəticə düzgün olmaz. Bu necə baş verə bilər? Bəli, o mümkündür. Ümumiyyətlə şuuraltı üzərində işləmək mümkündür. Və bunu biz eləmək üçün ən belə sadə məsələ bundan ibarətdir ki, aidiyyatı ədəbiyyatları oxumaq, məsələn, psixoloji əsərləri oxumaq, fərdi inkişaf mövzularını oxumaq, o bu cür verilişlərə baxmaq. Buna biz baxdıqca o aldığımız informasiya, bunlar hamısı bizim şuurumuzun altına işləyir. Yəni danışıq bir şuurlu qavradığımız hissəsi var. Bir də şuuraltına təsir edən alt hissəsi var. Kitabı da oxuyuruq. Bir şuurlu qavradığımız hissəsi var. Bir də şuuraltına təsir edən bir hissə var. Və şuuraltıda səni müəyyən bir hisslərə köklüyür. Bəzən aqressiyanın qabağını alır. Bu informasiyalar hamısı bizim şuuraltımızla işləyir. Deməli, sən əgər bütün ömrü boyu yanlış kontentləri dinləsən, yanlış kontentlərə, yanlış videolara baxsan, aqressiya yaradan filmləri, o qısa videoları sən izləsən, aydındır ki, belə deyək, yəni sənin şuuraltın bir bərbad bir vəziyyətə duracaq, çevriləcək. Sən aqressiv insan olacaqsan, bədbin insan olacaqsan, nihilist insan olacaqsan və nə tökərsən o yeməyin içinə, sən onu da təbii ki, qidalanırsan da. Bizim fiziki qidamız olduğu kimi, aldığımız informasiya da bu bizim mənəvi qidamız və bizim şəxsiyyətimizi yaradır. Bizim xasiyyətimizi formalaşdırır. Ona görə bunlar önəmlidir.
uyğun ədəbiyyatları oxumaq, ondan sonra sənin beynin başlayacaq yavaş-yavaş işləməyə. Bunlar çox önəmli bir mövzudur. Bəli. Təbii ki də indi çox vaxt insanlar da bu mövzulara, yəni diqqət eləmir. Ondan sonra həyatlarının nəyə görə uğurlu olmadığında başlayırlar digər insanları qınamağa. Əslində o qədər danışmaq istəyirəm sizinlə. Bitməz, tükənməz suallarım yaranır. Danışdıqca yazdığımdan, beynimdə olan suallardan daha çoxu meydana gəlir. Düşünürəm ki, axırıncı olacaq söhbətlərimiz. Sizinlə ümumiyyətlə danışmaq, sizi dinləmək, təkcə bu podkastda deyil, digər podkastlarda da sizi eşitmək məncə hamı üçün maraqlıdır və əhəmiyyətlidir. Bəs heç şuuraltının belə deyim ki, heçmi şuuraltının müsbət tərəfləri yoxdur. Şuuraltımızda heçmi müsbət şeylər depolanmır. O qəbristanlığa düzü kim ölmək istəyər ki, o öz yerində. Amma heçmi müsbətləri biz dəfn etmirik. Əlbəttə eləyirik. Yəni müsbət əsərlər oxuyan insan, müsbət videolara, məlumatlara qulaq asan insanın şuuraltısı bunun həyatını ancaq müsbətə tərəf kökləyəcək. Yəni biz əgər həyata pozitiv baxış tərzini formalaşdıran fikirləri əldə eləsək, o cür adamlarla ünsiyyət eləsək, özümüzə o cür fikirləri təlqin eləsək, biz hər şeydə artıq müsbət görəcəyik. Yolda bir problem oldu, onu artıq neqativ tərəfdən baxmayacaq. Səhər oyananda ümumiyyətlə insan öz tipinin necə olmağını bilmək istəyirsə, səhər oyananda baxsın, beyninə ilk gələn fikir hansı rəngdədir. Əgər neqativ qara rəngdədirsə, bu deməkdir ki, sən uzun müddətdir ki, özünü qaraya, neqativə kökləmisən. Ona görə ilk beynimizə gələn fikirdən biz hansı fikrin, hansı mahiyyətdə fikrin önəmli olduğunu müəyyən edirik. Yox, səhər açılan kimi nə gözəl gündür. Məsələn, belə fikir gəldi. Şükür etmək hissi gəldi. Və yaxud da ki, ilk beynimə gələn nəsə, nə bilim, sevinc doğan, xoş bir fikir oldusa, bu deməkdir ki, sən o cür insansan. Yəni şuuraltın elə o cür işləyir. Ancaq beynimiz açılan kimi problem gəldi. Kimlənsə bizim mübahisəmiz olub, ilk olaraq o gəldi ki, yox, bugün gedəcəm işə, dünən demədiyim sözü ona deyəcəm. Bütün bunlar onu göstərir ki, sən əslində öz şuuraltını neqativə kökləmsən. Deməli, şuuraltını sən hansı qəlibə salsan, o da o cür fəaliyyət göstərəcək. Şuuraltımız bizi kasıb edirmi? Bəzən o şuuraltıya bir daşımadığı yükləri yükləyirlər. Yəni ki, şuuraltını pula köklər, nə bilim, evdə hər yerdən dollar az, nə bilim, bu cür yəni danışanlar da var. Yox, o mənasız bir şeydir. Aha. Yəni bu şuuraltı sehirli çubuq deyil də. Pulla əlaqəsi yoxdur. Yox, pulla əlaqəsi var. O necə ola bilər? Pul bunun sənin gözəl xarakterin, düzgün həyata baxışın təbii nəticəsi ola bilər. Ancaq mən məsələn pula baxım, 1000 dəfə pula bax, nəticəsi də olmayacaq. Eləyə qalsa onda kassirlər dünyanın varlı insanı olmalıdır. Çünki həmişə pulla işləyirlər. Yəni bu belə deyil də. Bu şuuraltı bu cür işləmir. Şuuraltı səni uğurlu, imkanlı insanın xarakterini yarada bilər. Yəni sən o cür insanın xarakterini özündə yaratsan və uğurlu insan necə düşünür? Uğurlu insan necə hədəf qoyur? O hədəfə addım atmaq üçün hansı işləri görür? Sən özünü buna kökləsən və bu cür biliklərlə sən silahlansan, o səni pula aparıb gətirəcək. O səni karyeraya aparacaq. Mən məsələn yazıçılıq Azərbaycan cəmiyyətində mən 2010-cu ildən yəni bu bədii ədəbiyyatdayam. Yəni bu sahə insanlar tərəfindən məxsusən də yerli yazıçılara rəğbəti olmayan olub da. Bizim vaxtımızda pul gətirmədiyinə görə. Yəni yazıçılar, bizim xalq həmişə ədəbiyyata dəyər verib, yazıçılara önəm verib. Ancaq bu sahədə gəlir yoxdur da, belə deyək. Bəli. Bu sahə cəmiyyətdə bu cür insanlara, yəni pulsuz insanı kim sevər, belə deyək də. Hə. Onları pulsuz sevirik, belə deyək. Biz onları pulsuz sevirik. Hə, belə deyək. Onları ancaq məsələn 2010-dan bu sahədə fəaliyyət göstərirəm. Yəni bizim indi gəldiyimiz nəticə və ölkədə və ölkə xaricində gördüyümüz işlər çox fərqli bir işlərdir də və bunlar hamısı mən baxıram ki, özümə deyirəm ki, yəni bunlar nəyin nəticəsində oldu? Onlar hamısı, yəni bundan əlaqəli deyil ki, mənim imkanlı atam olub. Biz yəni iqtisadi nöqteyi-nəzərdən çox çətin bir şəraitdə yaşamışıq. Bizim dövrümüzdə internet yox idi, istədiyin kitabı ala bilmirdi. İndi belə gözəl podkastlar var, sən rahat dinləyib məlumat əldə edirsən. Bizim vaxtımızda elə yox idi ki, mən onu məsələn xarici ölkələrdən o kitabları bir sifariş verirdim. Gözləyirdim o kitab gəlib çatsın, sonra onu həvəslə oxuyurdum. Yəni o inamlı hərəkət, hədəflər, bütün o hansı xarakter lazımdır ki, insan iradəsi möhkəm olsun. Bax, onlar üzərində işləmək o nəticəni verir. Bəs şuuraltı bizi xəstə edə bilərmi Rövşən bəy? Şuuraltı
bizi müəyyən bir ab-havaya kökləyir. O ab-hava təbii ki, bizdə elə bir neqativə biz kökləyə bilərik ki, bizi xəstə eləyə O bilər. belə deyim, bu Ancaq xərçəng depressiv yarad filan o tip xəstəliklər. xəstəlik. Ancaq məsələn bizdə bir xərçəng yaratsın. Mən bəzi psixoloqların, çox tanınmış psixoloqların əsərlərində oxumuşam. Onlar öz konsultasiya elədiyi pasientlərin həyatından danışırlar və orada qeyd eləyirlər ki, məsələn də bir çoxları bunu deyir. Deyir ki, məsələn bizim кейslərdə olub ki, bu adam hansısa bir xəstəlikdən əziyyət çəkib, məsələn, xərçəng kimi qələmə verdiyi bir xəstəliyi olub. Ancaq mən baxıb görmüşəm ki, bunun problemi ciddi psixoloji bir problemdir. O problem gedəndən sonra həmən şiş də ondan gedib. Və yaxud da ki, uzun müddətli hansısa bir məsələn qan təzyiqinin yüksək olmağından və ilaxır bu tip xəstəliklərdən və yaxud da əlil insanlar olub ki, problemləri psixoloji xəstəlik olub. Onlar həll olunandan sonra bu insanlar sağalıblar. Belə nümunələr də olub və yəni bir çox belə deyəndə psixoloji çox ədəbiyyatda nadir nümunələrdir. Hamı belə deyim ki, şuuraltı hamını gətirib xərçəng xəstəsi və yaxud da ki, Yox, o cürdə hansısa deyil. Yəni problemlərə belə gətirib deyil çıxarmır. ki, bizim bütün xəstəliklərimizin kökü şuur altındadır. Bəzən o bir mifik yükləmələr olur bu şuur altıya ki, yəni bu hər şey şuur altıdadır. Onun Sən xəbəri ora yoxdur əslində. yox, o cür deyil. Ancaq hə ola bilər insanın psixologiyası onun fiziologiyasına ciddi təsir qoyur. Biz elə məsələn özümüzü əlil eləyə bilərik. Ola bilər ki, insan elə ciddi bir psixoloji problemlər yaşasın ki, elə ağır depressiya altında olsun ki, bu insan fəaliyyət qabiliyyətini itirsin. Belə hallar da olur. Ancaq o qədər də deyil. Şuuraltı bundan düzdür, mifik tərəfləri çoxdur. Bunu biz yığışdırıb bir elmi kontekstdə baxsaq, həqiqətən də önəmli bir mövzudur. Şuuraltı təsirlənir. Ancaq yəni o qədər də deyil ki, belə yüngül bir dənə bir əl vurdun, şuuraltımız dəyişdi. Yəni bunun üzərində bir proses işləməlisən. Rövşən bəy, buyurun. Bir məsələni də deyim. Məsələn bir maraqlı şuuraltı ilə bağlı bəzi araşdırmalar var. Məsələn dil. Deyir ki, məsələn şuuraltı dilin bir hissəsi var ki, o bizim şuurumuza təsir eləyir. Bir alt qatı var ki, o bizim şuuraltımıza təsir eləyir. Və hər dilin özünün bir dənə bir kodları var. Və o kod o xalqın neçə min illik tarixini daşıyır, mədəniyyətini daşıyır, xarakterini daşıyır, düşüncəsini daşıyır, həyata baxışını daşıyır və sən o dili öyrənməklə, öz ana dilinə çevirməklə onun şuur tərəfdən qrammatikasını öyrənirsən, lüğətini öyrənirsən. Ancaq sənin şuuraltın o dilin bütün o mənəvi yükünü götürür. Həm də o xalqın genetikasını, o xalqın xasiyyətini götürür. Çox maraqlıdır. Və çox araşdırmalar var ki, bir evdə məsələn də bir uşaq rus dilində belə deyim, məktəbə gedir, təhsil alır, digəri məsələn Azərbaycan dilində, biri də ingilis dilində. Bu üç uşağın xarakteri də dəyişir, həyata baxışı da dəyişir. Bu insan eyni valideynlə dünyaya gəlib, ancaq bunların xasiyyəti dəyişir. Bunların istəkləri dəyişir. Çox maraqlı. Ona görə bu son araşdırmalar var ki, bu mövzuda məsələn neyroelmdə bunu araşdırırlar, lingvistlərin belə araşdırmaları var ki, orada çox maraqlı faktlar var. Hətta məsələn dilin adi qrammatik strukturu belə insanın xarakterinə təsir. Məsələn sadə bir örnək deyim. Məsələn bir araşdırma var, baxıb görüblər ki, bəzi dillərdə qadın kişi isimləri var. Bəli. Məsələn alman dilində var, ispan dilində var, rus dilində var. Məsələn bizdə yoxdur. Baxıb görüblər ki, alman dilində məsələn açar sözü. Alman dilində bu kişi cinsinə aiddir. İspan dilində bu qadın. Və o dilin daşıyıcılarına suallar veriblər, deyiblər açar sözü deyəcəyik. Bu açar sözü sizin beyninizdə nə ilə əlaqələnir? Baxıb görüblər ki, almanlar onu maskulin ifadələrlə başlayıblar əlaqələndirməyə. Məsələn sərt, güc, qıfıl, daş, qaya, bu cür sözlərlə əlaqələndiriblər. İspanlılar isə daha incə. Ürək deyiblər, qızıl gül, qadın, bu başlayıblar incə dəyərləndirməyə. Ona görə deyirlər ki, indi təsəvvür edin. Almanlar o hansı ifadələr ki, maskulindir, bu onun xarakterinə bir cür təsir eləyəcək. Ətrafda olan həqiqətlərə, obyektlərə belə baxışı fərqli olacaq. Bəli. İspanlarda bir başqa cür olacaq. Sonra elə dillər var ki, orada sən və siz yoxdur. Ancaq səndir. Məsələn ingilis dilində hamısı Yunandır da, düzdür? Bəli.
Hamısı səndir. Ancaq məsələn rus dilində orada ty, vy var da. Artıq sən, siz anlayışı olan dillərdə baxıblar ki, orada olan insanlar ictimai daha hörmətçildir. Yəni sən, siz olanda bunlar arasında artıq bir O böyük sosial, kiçik məsələsi böyük var. kiçik bir sosial iyerarxiya yaranır. Ancaq hansı dillərdə ki, Sən yoxdur. hansı sizlərə, böyüklərə də səndən müraciət edirsən, onlar daha sosial bərabərliyə meylli olurlar. Daha açıq-aşkar fikirlərini Böyüklərə yer deyə bilirlər. verməyənlər məsələn. Hardasa da böyüklərə yer Bəli. verməyənlər. Ona görə sadə bir şeydir. Yəni ancaq dilin strukturu nə qədər təsir edir? Xarakterə, düşüncəyə, iradəyə, istəyə, meyllərə, sevgiyə, həzzə o dilin özü təsir eləyir. Sonra bir maraqlı bir məqam var. Bilingvistlər var, iki dil daşıyıcıları var. Ana dili, bir də ikinci Bəli. bir öyrəndiyi dil. Ana dilinə çevrilən Ana dil. dilinə yaxın bir Bəli. dil, belə deyək. Eyni kitabı ikisinə də veriblər. Orada məsələn bəzi ifadələr var, sevgi ilə bağlı ifadələr. Ana dilində olan mətnlərdən bunlar daha çox həzz alıblar. Ana dilində olmayan mətnlərdən bunlar o emosional yerlərində o qədər də həzz ala bilmirlər. Mən bunu çox yaşayıram. Məsələn, başqa dillərdə oxuyuramsa kitabı, ana dilində oxuduğum qədər o zövqü ala bilmirəm. Hətta orijinalı o dildə olsa belə. Nə qədər o dili yaxşı bilsəz bilsən də, o yenə də o enerjini almırsan. Sonra bəzi araşdırmalar var. Orada səni sevirəm sözünü deyirlər. Hansı dilin daşıyıcısınsa, o dildə səni sevirəm sözünü deyəndə o sənə daha emosional gəlir. Ancaq bildiyin başqa bir dildə deyəndə o sənə daha quru gəlir. bəli. Ona görə sevgi ifadələri ana dilində olmalıdır. Doğru. Psixoloji konsultasiyada da hətta orada tövsiyə olunur ki, hansı o psixoloqun yanına get ki, o sənin daşıdığın dildə danışır. Dildə Çünki o səni daha yaxşı başa düşəcək. Daha yaxşı hisslərini ona anlada biləcəksən. Onun dediyi sözlər də sənə bir o qədər təsir eləyəcək. Bu da şuuraltı. Şuuraltı. Yəni çox da elə Dərinə sadə getmək deyil, lazım deyil. sadə bir məsələ də deyil. Aha. O qədər də şişirdilən bir mövzu da deyil. Elmi araşdırma nəticəsində baxırsan ki, bu isbatlanmış bir şeydirsə, təbii ki, onu da qəbul edirik. Yəni, Belə deyək ki, şuuraltının o çətin məqamları ilə professionallar məşğul olmalıdır. O bizim işimiz deyil. Onun dilə təsiri, genetikamıza təsiri. Amma mənim özümüzün şuuraltımızla işləmək isə professionalla yanaşı, həm də özümüzün bacarığımızdır, özümüzün qabiliyyətimizdir. Rövşən bəy dedi ki, bizim iradəmiz, psixikamız o qədər də zəif deyil. Ondan şuuraltı sözündən qorxmaq lazım deyil. Lazım deyil. Sadəcə dürüst davranmaq lazım. dürüst davranmaq lazım. Bir də tövsiyə eləyərdim ki, yəni özümüzə bu qədər biganə olmayaq. Yəni biz puldan danışdıq, puldan da dəyərli şeylər var. Xoşbəxtlik, ailə xoşbəxtliyi az bir şey deyil. İşdə də xoşbəxt olmalısan. Yəni yalnız bir yerlə məhdudlaşmamalıdır. Həyata ancaq müsbət hisslərdən və müsbət rakursdan baxmalısan. Yəni belə olsaq onda xoşbəxt ol. Onda pul da olacaq. Onda həyatımızda gözəl olacaq. Ancaq bunlar olmasın, sənin həyatında pul olsun, sən yenə də məmnun olmayacaqsan. Həmişə nəsə çatışmır hissi olacaq da. Deməli bu o maddi şeylərlə o qədər də əlaqəli deyil. Yaxşı, bunu kökləmək üçün öz üzərimizdə işləyək. Yaxşı müsbət insanlarla ünsiyyətdə olaq, bizi inkişafa aparacaq insanlarla dost olaq. Belə gözəl verilişlərə bax. Mən periodik olaraq bir qism kitablar var ki, onu mütəmadi olaraq oxuyuram. Və insan düşüncəsi barəsində, insanı inkişaf etdirən, insana yaşamaq eşqi verən kitablar oxuyuram. Nihilist ədəbiyyatdan uzaq olmağı tövsiyə edirəm. Lap adı olsun klassik əsərlər. Nə olsun ki, o qədər klassik əsərlər var ki, sən onu oxuyandan sonra həyata bir dənə bir bədbin yanaşırsan. Mən bəzən o örnəklərdə Mumunu misal göstərirəm. O Mumu da orta məktəbdə biz çox keçirdik də Mumu, məxsusən rus dili dərsində. Mumu məşhur bir əsərdir. Ancaq əsər nədən danışır? Bir dilsiz, ağızsız, ancaq fiziki güclü olan bir Gerasim bir kişi bir iti saxlayır, ona bir növ əzizləyir, dəyər qazanır, sevgi qazanır. Axırda hansısa bir dənə xanımın, mülkədarın əmri ilə o sevdiyi iti aparır, öz əlləri ilə çayda boğur. Yəni bitdi. Əsər bitdi. Yaxşı, bundan sonra səndə nə hiss yarandı? Nə hiss yarandısa, sən ona çevrilirsən, həyata da o cür baxacaqsan. Əslində təkcə Mumu deyil, bir çox belə əsərlər var ki, həm klassiklərimizdən var, həm də ki, düşünürəm ki, Albert Camus'un əsərləri o cürdür. Və Kafkanın məsələn əsərləri var, Jean-Paul Sartre'ın əsərləri. Bu demək deyil ki, mən həmişə deyirəm ki, ən
uğursuz kitabı oxumaq da heç oxumamaqdan daha yaxşıdır. Bir mənalı olaraq məsələn mən Camus'u çox sevirəm, məsələn Kafkanı çox sevirəm, amma siz demiş o kitabı oxuyanda dərhal yanında bir pozitiv əsər də oxuyun. Özünü inkişaf etdirən bir insanın bioqrafik əsərini də oxuyun. Bu çox yaxşı təsir edir. Bütün hallarda oxumaqdan gözəl heç nə yoxdur. Sizi mənfiyə kökləyən bir kitabı oxumaq sizə nəsə öyrədəcək, amma heç bir sosial tərkibli veriliş sizə nəsə öyrədə bilməyəcək. Yenə də Burada kitab bir oxuyun. maraqlı bir məqam var. Bizim pis yaxşı çərçivəmiz olmalıdır. Bax, pis yaxşı çərçivəmiz olsa, bizim öz sərhədlərimiz olsa, nə olar, nə olmaz, mənim bir əxlaq kodeksim olsa, bir həyata baxış fəlsəfəm olsa, ondan sonra qorxulu deyil, istənilən kitabı oxuya bilərsən. Bəli. Əgər sənin pis yaxşın hələ formalaşmayıb, məsələn, bu yeniyetmə ola bilər və yaxud da ola bilər heç yeniyetmə yox, adamın 40-50 yaşı var, Amma yenə də hələ formalaşmayıb. Belə adamı cəmiyyət və bunun ətrafda olan insanlar rahat manipulyasiya eləyəcək. Bir sözlə bu adamı qərarından döndərəcəklər. Bir adam əgər 2 dəqiqədən bir fikrini dəyişirsə, deməli bunun həyat fəlsəfəsi formalaşmır. Yəni həyat fəlsəfəsi hər an dəyişə bilməz və mənim həyat fəlsəfəm olsa, kənar mühit mənə o qədər də qorxulu olmayacaq. Oxuduğum kitablar da mənim üçün əslində faydalı olacaq. Məsələn, mən əgər həyata nihilist kimi baxmıramsa, yəni həyat boş bir şeydir, yaşamağa dəyməz, həyatda ancaq düşmənlər var, heç kəs mənim xeyrimi istəmir, həyatın mənası yoxdur, yaşamağa dəymir. Fürsət olsaydı intihar eləyərdim. Oldu nihilist. Sən həyata bu düşüncə ilə baxırsansa, Jean-Paul Sartre'ın, Kafkanın, Camus'un məsələləri sənin üçün çox təhlükəlidir. Onu oxuyandan sonra onlar nədən yazır? Adam deyir ki, həyatın mənası yoxdur, bu boş, mənasız həyatla barış. Və ölümü gözlə, nə vaxt ölümün gələcək, Belə çıxıb deyim ki, gedəcəksən. əgər sən onsuz da ailə üzvlərini sevməkdən imtina etmisənsə, belə deyim, sevgi verməkdən çəkinirsənsə, Kafkanın kitabı sənin üçün bir bayraq olacaq ki, görürsən, qəşəng qardaş dediniz. bacıdan heç kimə xeyir yoxdur. Bəli, Amma bəli. əksinə, sən özün ailə üzvlərini sevməyi seçən birisənsə, o sənə dərs olacaq ki, bəlkə mən də az verirəm sevgimi. Bunu Bəli. biraz da çoxaldım. Məsələn, çevrilməni oxuyacaqsan, orada sənin bacın, məsələn, orada personajı ən çox sevən ailə üzvü bacısı idi. Axırda o da ondan üz döndərdi. Bəli. Bunu sən oxuyandan sonra axırda da personaj baş qəhrəman ölür. Bəli. Yəni orada bir tarakana çevrilir, ondan sonra da ölür. Sənin beynində nə yaranacaq? Deyəcəksən ki, səni sevən bu bacım, qardaşım, bu həyat yoldaşım, bu da mənim çətin halımda çox davam eləməyəcək. Bəli. Tarakana çevriləndən sonra, əslində o metaforadır da. Tarakana çevriləndən sonra bir problemli günlərimdə bu məni qoyub qaçacaq. Belə insanla sən yaşaya bilərsən. Yəni o ehtimalla ki, bu bir gün məni tərk eləyəcək, sən övladını heç böyüdə bilməyəcəksən. Sən düşünsən ki, bu uşaq böyüyəndə məni qoyub xaricə gedəcək və mənim çətin günümdə mənim yanımda olmayacaq. Özü üçün yaşayacaq. Nə qədər ona siz ürək qoya bilərsiniz? Düzdür, biz valideyn əvəzsiz böyüdür. Bəli. Ancaq sırf bu düşüncə insanın əl-qolunu soyudur. Bu düşüncə ilə necə yaşamaq olar? Əslində- Siz ümumiyyətlə bu verilişi davam etdirərsiniz bu düşüncə ilə. Yəni bilsəz ki, bu etdiklərinizin heç iki adama da faydası yoxdur. Hamı görəcək, baxacaq, düzdür, indi neqativ həmişə olur. Bəli. Ancaq heç kəs dəyər verməyəcək və insanlar üçün heç bir faydası yoxdur. Mənə çox çətin olar. Çox çətin olar. Bu verilişin bircə nəfərə belə faydalı olmağı məni Bəli. ilhamlandırır, məni ruhlandırır və düşünürəm ki, bir yox, yüzlərlə insana Yox, bir faydası yox, olacaq. çox, bəli, bəli. Amma bir nəfərin həyatına təsir etmək də hər insana nəsib olmur. Olmur. E, Mən burada bir dənə də əlavəni deyim. Edin. Mən əslində yaxşı işlərdə həmişə düşünürəm ki, mən bunu özüm üçün eləyirəm. Bax, heç kəs yoxdur. Mən düşünürəm ki, məsələn, bu gözəl verilişə gəlmişəm, heç kəs bunu izləməyəcək. Ancaq sırf bura gəlib, bilirəm ki, məsələn, pozitiv bir insanla ünsiyyət Çox sağ ol. eləyəcəm. Burada bir pozitiv enerji ilə ayrılacam. Bu mənim özüm üçün lazımdır. Hamını qoyum kənara. O təyyarədə belə bir orada video çarx göstərilir təyyarəyə minən sərnişinlərə. Qəza halında nə etmək birinci lazımdır? özünü xilas eləmək. Oradan bir maska düşür və əgər sənin yanında bir övladın, yaxın adamın varsa, sənin qayğıya ehtiyacı olan bir insanda, övladın məsələn, birinci ana maskanı özünə taxır, sonra övladına. Niyə orada deyirlər ki, birinci özvə? Yəni sən özünə sevgi dolu olmasan, sən özün psixoloji sağlam olmasan, sən övladına o sevgini verə bilməyəcəksən ki, sən həyatda olmalısan ki, kimisə yanındakını da yaşada biləsən. Deməli, burada bizim elədiyimiz ilk olaraq özümüzədir. Mən özümü insan kimi hiss eləyirəm, mən burada sağlam oluram, mən burada enerji dolu oluram və deyirəm ki, həyat davam edir, yaşamağa dəyər. Bu mənim özüm üçündür. Ona görə bəzən olur mənə bu sualı çox verirlər. Birinə nə qədər yaxşılıq elədim, axırda bu məsələ naxələf çıxdı, naşükürlük elədi.
orada deyir artıq mən heç kəsə yardım eləməyəcəm, heç kəsə yaxşılıq eləməyəcəm. Mən orada deyirəm ki, bu yaxşılığı sən birinci özün üçün edirsən. Yəni yaxşılıq necə insanların gördüyü işdir. Deyir yaxşı insanlar, şəxsiyyətli insanlar. Deyirəm bax sən şəxsiyyətli olduğuna görə bunu eləyirsən. O pis işi, məsələn, naşükürlüyü kim eləyər? Deyir ki, məsələn, şəxsiyyətsiz insan. Deyirəm bu pis iş ona layiqdir də. O şəxsiyyətsizdir, sənin əməllərinə dəyər vermir. Ancaq deyirəm sən şəxsiyyətlisən axı. Ona görə bu yaxşılığı sən layiqsən. Sən onu düşünmə, sən buna layiqsən. Sən insansan. Bir də ki, o sənin yaxşılığından dəyişmədi, yaxşı insan olmadı. Sən niyə onun pisliyindən dəyişməlisən? O səni dəyişsə deməli zülm qalib gəldi, şər qalib gəldi. Nə vaxta qədər ki, mən bir əsərimdə bu ifadəni işlətmişəm, nə vaxta qədər ki, şər səni dəyişməyib, sən qalibsən. Elə bu arzu ilə yekunlaşdıraq verilişimizi, bugünkü podkastımızı, söhbətimizi. Heç vaxt sizi şər dəyişməsin. Siz şərə qalib gəlin. Bu arzu ilə, bu xoş niyyətlə sağollaşıram. Hələlik yenidən görüşərik.